Maşınımız budur dostlar. Bu maşını alıram. Birdən beynimə girdi, durdum, gəldim Almaniyaya. Rəngi məni valeh etdi. Görürsünüz, nə gözəlliyində, nə gətirsin açarım. Bəh, bəh, bəh. Arxası özüm kombi istirdim. Uzun. Əsl ailə maşını. Plug-in hibriddir. O çərçivəsiz. Nə gözəl. Salona bax. Bəh, bəh. Bu Mercedes'in iyi var ha. O başqadır da. Müasir salon. Bomba kimidir ha. Super. Bir də mənfisi odur ki, lüku yoxdur. Mənim üçün mənfi deyil. Mənim üçün müsbətdir, çünki mən lük istifadə eləmirəm. Arxası da belədir. Başım dəyər kimidir. Mənə boyda adam üçün deyil bunun arxası, amma normaldır. Görək bunun motoru nədir, necədir? Hibrid motor budur. 1.4 motordur. At gücü çoxdur. Burada benzin gedir. Bu tərəfdə isə şarj yeridir. Avropa standartı CCS 2. Bu necə açırlar? Belə açırlar. Hər nədə budur. Hə, burada düyməsi var ya. Hə, burada belə sürətli şarjı da dəstəkləyir. Uf. Avtomatik bagaj. Şarj kabeli orijinal. Bir də belə kabel. Bagaj genişdir. Düymə. Maşın bez kraskadır. Yoxladıq. Все. 300 euro keçəcəkdirsə o da keçməyəcək. Bu maşın artıq mənimdir. İndi pulum verəcəm və sürüb gedəcəyik Azərbaycana. Buna nə nömrə yarışar? 47 AA 007. İndi gedək sürək bunu. Qəşəng. Super. Bu vəhşidir. 1.4 motorla inir bu hibrid. Söqaqa Allah.